Məsələn, Qərb alimlərinin dinin mənşəyi barəsində fikirləri olduqca müxtəlifdir. Bəziləri dinin mənşəyi barəsində demişlər ki, din cəhalətin məhsuludur. Bəziləri demişlər ki, ümumiyyətlə dinin mənşəyi hakim sinifin nəzarətinə qayıdır, yəni hakim sinif dini cəmiyyətə təqdim edir. Bəziləri demişlər ki, din insanın özündən uzaqlaşdığı zaman ortaya çıxır. Hər bir halda bu fikirləri bir araya gətirdikdə görürük ki, bunlar özü-özlüyündə bir-birindən ziddiyyət təşkil edir. Və buna əsasən bunlar nəzəriyyə deyil, fərziyyədir və şəxsi, subyektiv yanaşmalarıdır. Buna görə biz dinin mənşəyini deyil, dinsizliyin mənşəyini araşdırmalıyıq. Çünki tarix baxımından insan olduğu dönəmdən din də insanla paralel şəkildə olmuşdur. Yəni biz tarixi, arxeoloji cəhətdən də axtarsaq, keçmiş sivilizasiyalara baxsaq görürük ki, hər bir mərkəz, hər bir sivilizasiyanın mərkəzində din faktoru olmuşdur. Quran-ı Kərimin bu məsələyə yanaşması da maraqlıdır və təəccüb şəkildə Allah Teala buyurur ki, "Ərəeytəl-ləzi yukəzzibu bid-din?" Sən dini inkar edəni gördünmü? Burada dini inkar edəni gördünmü ifadəsi, yəni ola bilərmi insan dini inkar etsin məqamında deyilmişdir. Buna əsasən dinsizlik insanın xəstəliyi, dindar olmaq isə insanın mənəvi halı ilə ölçülə bilər. Məsələn, sizlər görmüsünüz bir insan sağlam olan halda həkimə müraciət etsin və desin ki, həkim, mən niyə sağlamam? Heç bir zaman sağlamlıqdan sual olunmaz. Sual olunan məsələ xəstəlikdəndir. Xəstə öz əlacını, xəstəliyini tapmaq üçün həkimə müraciət edir ki, həkim, mən niyə görə xəstəyəm? Buna əsasən dinin mənşəyini müzakirə edincən insan dinsizliyinin mənşəyini müzakirə etməlidir. Niyə insan dinsiz olur? Dini dəyərlərə, imani məsələlərdən uzaq düşür. Quran-ı Kərim bu məsələnin müzakirini istəyir. Çünki dinin mənşəyi fitridir. İnsan olan zaman din var. Əgər insan özündən uzaq düşərsə, fitrətindən uzaq düşərsə, artıq dinsizlik vadisində o yaşayar və ömür sürər.